son 99 ilə bitən qiymətləndirmə barəsində bir çoxlarınızın məlumatı var. İstənilən supermarket və pərakəndə dükanında buna rast gələ bilərsiniz. Bunu 60-cı illərdə öz pərakəndə mağazasında, içki mağazasına tətbiq edən David Gold'un addımı ilə əlaqələndirirlər. O 0.79 və 1.49 sent arasında olan məhsulların hamısına ortaq bir qiymət biçərək 0.99 sentlə satmağa başlayır və bu Amerikada böyük səs gətirir. Sonra 82-ci ildə o 99 sent mağazaları deyə öz şəbəkəsini açır, müxtəlif məhsullar satmaqla. Bu qiymətləndirmə ilə bağlı bir çox araşdırma var. Misal üçün onlardan birində normalda 34 və 44 dollara satılan qadın geyimlərini 39 dollara da insanlara təqdim edirlər. İlkində 34 dollara təqdim edilən geyimdən 16 ədəd satıldığını, 44 dollara təqdim edilən geyimdən 17 ədəd satıldığını, lakin 39 dollara təqdim edilən qadın geyimindən 21 ədəd satıldığını müşahidə edirlər. 39, yəni sonu 9 ilə bitən qiymətləndirmə onların satışlarını daha çox təsir edir, nəinki qiyməti yüksəklikdə və yaxud onu azaltdıqda. 87-ci ildən 2004-cü il arasına qədər olan müddətdə 8 araşdırmada müşahidə edirlər ki, əgər siz normaldakı qiymətləndirmədən fərqli olaraq psixoloji qiymətləndirmə, yəni sonu 9 ilə bitən qiymət tətbiq edirsinizsə məhsullarınıza, bu sizə satışlarda %24 daha artıq qazandırır. Hər marka bundan istifadə edir. Xeyr, istisnalar var təbii ki. Elə markalar var ki, onlar özlərini bazarda fərqli şəkildə mövqeyləndirirlər və onlar bu tərz qiymətlərə tətbiq etmirlər. Məsələ isə orasındadır ki, təqdim etdikləri keyfiyyətin digər mağazalara görə daha yüksək olduğunu deyirlər və insanlara bu mesajı verməyə çalışırlar ki, əgər siz keyfiyyət əldə etmək istəyirsinizsə, o zaman bunun bir bədəli olmalıdır. Yəni daha artıq onların məhsulları üçün ödəməlisiniz. Bu gördüyünüz şəkildə Amerikada 80-ci ildə olan bir mağazada qiymətlərin, məhsul qiymətlərinin təqdim olunan qiymətlərin %60-ının 9-la bitdiyini görə bilərsiniz. Bu tərz məlumatlar əldə etmək istəyirsinizsə bizim bu Təvəzzükar YouTube kanalımızı izləyə bilərsiniz.